İngiltərə. Digər Avropa dövlətlərindən fərqli olaraq İngiltərənin ictimai-siyasi həyatında parlament üstün idi. Parlament mütləqiyyətin möhkəmlənməsinə imkan vermədi. Parlament kral qarşıdurması nəticəsində İngiltərə parlamentli monarxiya çevrildi. 17-ci əsr İngiltərənin sosial-iqtisadi vəziyyəti var, siyasi vəziyyəti var. Diqqət edək sosial-iqtisadi vəziyyətə. Demək, 17-ci əsrin birinci yarısında aqrar ölkə olan İngiltərənin iqtisadi inkişafı sürətlənmişdi. Kapitalist münasibətlərin inkişafı feodalizmin böhranını dərinləşdirdi. Əmtə-pul münasibətlərinin inkişafı nəticəsində kəndlərin təbəqələşməsi prosesi sürətləndi. Kənd burjuaziyasının və muzlu işçilərin yaranmasına səbəb oldu. Yəni, nə deməkdir bu? 17-ci əsr İngiltərə hələ də aqrar ölkədir. Aqrar, yəni kənd təsərrüfatına əsaslanan bir ölkədir. Hələ sənaye müəssisələri inkişaf eləməyib, sənaye ölkəsinə çevrilməyibdir. Amma yavaş-yavaş görürük ki, artıq kapitalist münasibətləri inkişaf edir. Yəni, pul münasibətləri, əmtə pul münasibətləri inkişaf edir. Təbii ki, bu da feodalizm böhranını dərinləşdirir. Yeni bir təbəqə, yeni bir sistem. Kəndlərin də təbəqələşməsi prosesi sürətlənir. İngiltərənin coğrafi mövqeyi, beynəlxalq ticarət yollarının üzərində yerləşməsi ölkədə iqtisadi inkişafa səbəb yaratmışdı. Ada mövqeyi həm də ölkənin təhlükəsizliyinin təmin edilməsinə şərait yaradırdı. Son yüzildə İngiltərə ərazisinə müharibələr aparılmamış, əksinə İngiltərə Avropada aparılan müharibələrdən varlanmışdı. İngiltərədə şəhər həyatı Fransa və İspaniyaya nisbətən daha azad idi. Demək, İngiltərədə Fransa və İspaniyaya nisbətən şəhər həyatı daha azad olubdur. Sexlər şəhərlərdə sənayenin inkişafına mane olsa da, kəndlərdə sex məhdudiyyətləri yox idi. Zadəganların bir qismi ticarətlə məşğul olur, sənaye müəssisələri yaradır, gəmiçinin inkişafına kapital qoyurdu. Ümumiyyətlə, 17-ci əsrin birinci yarısında İngiltərədə sosial quruluşun mühüm xüsusiyyətlərindən biri yeni zadəganların meydana çıxması və möhkəmlənməsi idi. Yeni zadəganlar isə muzlu əmək, yəni pul qarşılığında işləmək, tətbiq eləməklə təsərrüfatı kapitalistcəsinə təşkil edən təbəqədir. Kapital, pul, muzlu əmək, yəni pul qarşılığında iş gördürmək. Deməli, yeni zadəganlar artıq muzlu əmək tətbiq edib, təsərrüfatı kapitalistcəsinə təşkil edirlər. Şəhərlərin artması, kapitalist münasibətlərinin inkişafı daxili ticarətin genişlənməsinə şərait yaradırdı. İngiltərə burjuaziyası müstəmləkələr ələ keçirmək istəyirdi və güclü donanmanın yaradılmasında maraqlı idi. Mahut və yun istehsalının artması, Hindistandan pambığın gətirilməsi İngiltərə tacirlərinin sərvətini artırmışdı. Mahut ixracı yuna olan tələbatı artırır, bu isə qoyunçuluğun inkişafına təkan verirdi. Mahudu ixrac edirlər. Bu yuna olan tələbatı artırır, bu da qoyunçuluğun inkişafına təkan verirdi. Zadəganlar kəndli torpaqlarına çəpərləmələr, yəni kəndli icmasına daxil olan torpaqların zorla ləğvi. Çəpərləyirdilər, zorla əllərindən alıb özlərinə götürürdülər. Demək, çəpərləmə yolu ilə ələ keçirib otaqlara çevirirdilər. Torpaqlar tədricən yeni zadəganların və manufaktura sahiblərinin əlində cəmləndi. Kapital yığımı və çəpərləmələr kapitalizmin inkişafına kömək edir, feodal mütləqiyyət qaydaları isə buna mane olurdu. Gördüyümüz kimi burada torpaqlar tədricən yeni zadəganların, manufaktura sahiblərinin əlində cəmlənir, kapital yığımı, çəpərləmələr kapitalizmin inkişafına kömək edir, feodal mütləqiyyət qaydaları isə buna mane olurdu. Burjuaziya ilə yeni zadəganların ittifaqı inqilab ərəfəsində, ərəfə yəni hələ başlamamışdan qabaqçı dövr nəzərdə tutur. Ölkədə sosial həyatın səciyyəvi cəhətlərindən biri idi. 17-ci əsr siyasi vəziyyətdən danışaq. Kapitalizmin inkişaf etməsi İngiltərədə əhalinin feodal mütləqiyyət qaydalarının tərəfdarlarına və əleyhdarlarına bölünməsinə səbəb oldu. İri torpaq sahiblərinin əksəriyyəti feodal mütləqiyyət qaydalarının saxlanmasında və möhkəmlənməsində maraqlı idi. Təbii ki, iri torpaq sahibi feodal qaydalarının saxlanmasını istəyər. Çünki bunun böyük torpağı var və bu torpaqlarda kəndli işlədir. Təbii ki, bu kəndli üzərində ağalıq eləyir, bu torpaqdan xeyli gəlir götürür. Ona görə də yeni qaydaların yaranmasını istəməzdi. Feodal qaydalarının bir dayağı isə Anglikan kilsəsi idi, yəni kilsə idi. 17-ci yüzilin birinci yarısında İngiltərə siyasi cəhətdən mütləqiyyət ölkəsi idi. Ancaq burada mütləqiyyət nədir? Tək hakim, hökmdarın tək başına ağalığı. Mütləqiyyət ölkəsi idi, ancaq burada mütləqiyyət Fransa və Avstriyadakı qədər güclü deyildi. Krala tabi olan parlament silki orqan idi. İngiltərənin siyasi həyatına təsir edən mühüm amillərdən biri kapitalizmin inkişafı idi.
Burjuaziya və yeni zadəganlar hökumətdən təkidlə onların mənafelərinin nəzərə alınmasını tələb edirdilər. Burjuaziya hökumətin istehsal və ticarət sahəsində ayrı-ayrı şəxslərə insar hüququ satmasından narazı idi. İnsan nə deməkdir? Hər hansı xidmətin, məhsulun istehsalı, satışına nəzarətin bir şəxsə, şirkətlər qrupuna verilməzdir. Yəni, məsələn, qara beta satışı ancaq bazar stor mağazalar şəbəkəsinə icazə verilir, digərlərinə verilmir. Yəni, ancaq bir şirkətə məxsusdur bunu satmaq, başqası onu sata bilməz. İnsar budur. Bu dövrdə görürük ki, burjuaziya insara qarşıdır. Çünki insar hüququ sahibkarların bir qismində böyük məbləğə pulla satılırdı. Bu da daxili bazarda qiymətlərin artmasına səbəb olmuşdu. Burjuaziyanı narahat edən amillərdən biri də hökumətin sex sənətkarlığını müdafiə etməsi idi. Hökumət sex nizamnaməsinə əməl olunmasına ciddi şəkildə nəzarət edirdi. Sexlər feodalizm cəmiyyətində şəhərlərdə iqtisadi cəhətdən müstəqil olan xırda istehsalçıların, sənətkarların peşə təşkilatıdır. Sex qaydalarını pozanlardan alınan cərimələr büdcənin gəlir mənbəyindən biri idi. Hökumətin bu addımları sənaye və ticarətin inkişafına mane olurdu. Mövcud vəziyyətdən narazı qalan burjuaziya və yeni zadəganlar iqtisadi imkanlarına arxalanıb məqsədlərinə çatmağı mümkün hesab edirdilər. İngiltərənin iqtisadi və sosial-siyasi həyatındakı dəyişikliklər dini sahədə puritançılığın geniş yayılmasına müşahidə olunurdu. Puritanlar İngilis protestantlarıdır. Anglikan kilsəsinin dəbdəbəli kilsə ayinləri zamanı israfçılığa qarşı çıxan bidətçilər İngiltərədə puritan adlanırdı. Puritanlar Anglikan kilsəsinə qarşı çıxış edirdilər. Anglikan kilsəsinin bütün vəzifəli şəxsləri kral tərəfindən təyin edilirdi. Kilsə dövlət tərəfindən maliyyələşdirilir və əhalidən onda bir vergi salınırdı. Puritanlar Anglikan kilsəsinin quruluşunu tənqid edir, bahalı ibadətlərin ləğvini tələb edirdilər. Onların ucuz kilsə tələb eləməsi, qənaətçiliyi və təşəbbüskarlığı təbliğ etməsi burjuaziyanın və yeni zadəganların mənafeyinə uyğun idi. Demək, puritanlar nə istəyir? Bahalı ibadətlər ləğv edilsin istəyir, ucuz kilsə tələb edir, qənaətçiliyi istəyir. İqtisadi inkişaf İngiltərənin Hollandiya, İspaniya və Fransa ilə rəqabətə girməsinə gətirib çıxardı. Ölkənin uğurları kapitalizmin inkişafından asılı idi. Lakin köhnə iqtisadi sistemin qalması mütərəqqi təsərrüfat formalarının inkişafını ləngidirdi. Ölkənin iqtisadi və siyasi inkişafı yolunda əsas maneə mütləqiyyət idi. İqtisadi, siyasi, dini ziddiyyətlərin kəskinləşməsi və cərəyan edən hadisələr 17-ci əsrin 30-cu illərin sonunda İngiltərədə inqilabi şəraitin yaranmasını göstərdi. Krala qarşı olan parlament müxalifəti açıq şəkildə sahibkarlıq fəaliyyəti üçün azadlıq tələb edirdi. 1603-cü ildə hakimiyyətə gəlmiş Stuartlar sülaləsi isə iri torpaq sahiblərinin mənafeyini müdafiə edir və kral hakimiyyətinin möhkəmlənməsinə çalışırdı. Stuartlar sülaləsinin ilk nümayəndəsi olan 1-ci James 1603-cü ildən 25-ə qədər hakimiyyətdə olubdu. Stuartlar 1603-də gəldi hakimiyyətə. Keçən dərslərimizdə öyrənmişdik. Yekaterina, Yelizaveta demək istəyirdim. Deməli, Yelizaveta'nın dövründə son nümayəndə, Tudorların son nümayəndəsi oldu. 1603-də getdi və ondan sonra yeni sülalə, yəni Stuartlar gəldi hakimiyyətə. 1603 İngiltərə, 1613 Rusiyada yeni sülalə gördük. Rusiyada Romanovlar gəlmişdi hakimiyyətə. Stuartların ilk nümayəndəsi demək kim oldu? 1-ci James oldu. 1-ci James hesab edirdi ki, krallar ilahi hüquqa malikdir. Yəni, kral hakimiyyəti Allah tərəfindən yaradılıb və bunun üçün də parlamentin hakimiyyəti ləğv edilməlidir. İngiltərə kralı parlamentin icazəsi olmadan yeni vergiləri təyin edə bilməzdi. Parlamentdə müxalifətin müqaviməti ilə rastlaşan kral xəzinəni doldurmaq üçün digər yollar axtarırdı. Bunun üçün hökumət torpağa görə alınan vergiləri artırmışdı. Nəyə artırmışdı? Torpağa görə alınan vergiləri. Stuartlar sülaləsi xarici siyasət sahəsində İspaniyaya qarşı mübarizədən imtina eləmiş. 1-ci Jamesin nikah diplomatiyası İngiltərənin İspaniyaya yaxınlaşmasına kömək eləmişdi. Hansı ki biz Yelizaveta'nın dövründə demişdik ki, məğlub edilməz Armada 1508-də məğlub edilmişdi. Yəni, İspaniya məğlub edilmişdi. İndi İspaniyanın düşmənçilikdən imtina olunub, hətta nikah diplomatiyasından ona yaxınlaşıbdılar. Ancaq İspaniya dənizdə və müstəmləkə siyasətində hələ də İngiltərənin əsas rəqibi idi. Stuartlar sülaləsi puritançılığa nifrət edirdi. Çünki puritançılıq sosial etiraz hərəkatının, eləcə də müxalifətin Anglikan kilsəsinə və mütləqiyyətə qarşı mübarizəsinin ideoloji əsasını təşkil edirdi.
Baxın, diqqət edin. Yəni bu Stuartlar müttəqiyyət istəyir. Yəni tək başına ağalıq eləmək istəyirlər. Amma puritançılıq sosial etiraz hərəkatının müxalifətin deyir Anglikan kilsəsinə müttəqiyyət qarşı mübarizənin ideoloji əsasını təşkil edir. Yəni puritançılıq müxalifətin fikirlərini dəstəkləyir. Müttəqiyyətə qarşı mübarizə olan fikirləri, yəni onun ideoloji əsasını təşkil edir deyə müttəqiyyətə qarşı da bir növ onun fikirləri. Ona görə də təbii ki, Stuartlar sülaləsi puritançılığa nifrət edirdi. Parlamentdə və ölkədə krala müxalifət arasında mübarizə dini formada aparılırdı. Puritanlar təqib edildiyindən ölkəni tərk edir, Hollandiyaya, Amerikaya mühacirət edirlər. Parlament hökumət tərəfindən vətəndaşların şəxsiyyət azadlığının pozulmasına etiraz edirdi. İngiltərənin Katolik İspaniyası və Fransa ilə yaxınlaşmasına qarşı çıxırdı. İngiltərə deyək ki, İspaniya ilə yaxınlaşdı. Eyni zamanda da deməli Fransa ilə yaxınlaşır. Təbii ki, buna da qarşı çıxırdı parlament. Parlamentdə müzakirə edilən əsas məsələ ölkənin siyasi sistemində parlamentin rolu, kral hakimiyyəti ilə parlamentin səlahiyyətlərinin bölüşdürülməsi məsələsi idi. Müxalifətin əsas məqsədi İngiltərənin parlamenti monarxiya çevirmək idi. Demək, nə istəyirlər? İngiltərənin parlamentli monarxiya çevirmək istəyirlər. Stuartlar sülaləsi isə müttəqiyyətin möhkəmlənməsinə və parlamentin özündən asılı olmasına çalışırdı. Buna görə də onlar bir neçə dəfə parlamenti buraxmışlar. Çünki onlar istəyir ki, parlament bundan asılı olan bir orqan olsun, müttəqiyyət möhkəmlənsin. Şotlandiya ilə aparılan dini müharibələr İngiltərənin xəzinəsini xeyli boşaltmışdı. Xəzinəni doldurmaq istəyən 1-ci Charles 1640-cı ildə vergiləri təyin etməyə icazə almaq üçün parlamenti çağırdı. Lakin istəyinə nail ola bilmədi. 1-ci Charles 1625-49-cu illərdə hakimiyyətdə olubdu. 1-ci Jamesdən sonra taxta çıxıbdı, parlamenti buraxıbdı. Amma Şotlandiya ilə müharibədə boşalan xəzinəni doldurmaq, yeni vergiləri təyin etməyə icazə almaq üçün 1640-da parlamenti yenidən çağırıbdı. Amma kral istəyinə nail ola bilməyibdi. Bu parlament 1653-ə qədər davam edibdi, fəaliyyət göstərib, ona görə də uzun müddətli parlament adlanıbdı. Krala tabi olmayan parlamentin fəaliyyəti başlaması İngiltərədə inqilabın başlamasının əyani sübut idi. Siyasi böhran ölkənin hər yerində çıxışlara təkan verdi. Ölkə əhalisi parlament və kral tərəfdarları olmaqla iki hissəyə bölündü. Xalq parlamenti müdafiə etdi. Burjuaziya və yeni zadəganlar parlamentdə həlledici rol oynuyordu. İngiltərə əhalisi parlamentin qərarlarını bəyənir və müdafiə edirdi. Parlament ali qanunverici və icraedici hakimiyyəti əlində cəmləşdirmişdi. Yəni, bu dövrdə parlamentin həm qanunverici, həm də icra səlahiyyətləri var. Buna diqqət edirik. Parlament kralın yeni vergilər təyin edilməz hüququnu qadağan eləmişdi. Parlamentin qərarı ilə siyasi məhbuslar azad edilmişdi. Yeni qanuna əsasən parlament kralın iradəsindən asılı olmayaraq 3 ildən bir çağırılmalı idi. Da 1-ci Charles'ın şəkli. Kral parlamentin islahatları ilə barışa bilmirdi. Parlamentin bir neçə deputatın həbs olunması haqqında göstəriş verdi. Lakin xalq parlamentin müdafiəsinə qalxdığından kral deputatları həbs etdirə bilmədi. Baş verən prosesdə kral və parlament arasında gərginliyi artırdı. Nəticədə kral 1642-ci ildə parlamenti müharibə elan elədi. Bununla da İngiltərədə 1-ci vətəndaş müharibəsi və yaxud da ki, deyilik ki, elə 1-ci inqilab başlamış oldu. Qeyd edək, birinin din qəbul sualı olmuşdu ki, Şah II Abbas hakimiyyətə gəldiyi ildə Avropada baş vermiş hadisə. Deməli, 1642-66 Şah II Abbasın hakimiyyət illəridir və 1642-ci ildə də İngiltərədə vətəndaş müharibəsi başlayıbdı. Müharibənin əvvəli parlament üçün uğurlu olmadı. Parlament ordusu muzlulardan və könüllülərdən ibarət idi. Demək, parlament ordusu kimlərdən ibarətdir? Muzlulardan və könüllülərdən ibarət idi. Nizam intizamı zəif olan ordu təchizat baxımından da yaxşı təşkil olunmamışdı. Orduya rəhbərlik edən puritanların mötədil hissəsi, yəni orta siyasi xəttin nümayəndələri, yəni nə tam oralıq, nə tam buralıq olanlar, daha çox xalqdan qorxduğu üçün kralı məğlub eləməyə çalışmırdı. Kralla barışmağa meyilli olan bu qüvvələr onunla danışıqlara başladı. Puritanlar kral ordusunun buraxılmasını və kilsə islahatının keçirilməsini tələb edirdilər. Lakin kral həmin tələbləri qəbul eləmədi. Əhalinin köməyi ilə müharibənin gedişində dönüş yarandı.
Parlament ordusuna hərbi işi yaxşı bilən Oliver Cromwell başçılıq edirdi. O xalqın köməyi ilə mütləqiyyəti hərbi cəhətdən məğlub eləmək istəyirdi. Ona görə də Cromwell kəndlərdən və sənətkarlardan ibarət yeni qoşun hissələri yaratmağa başladı. Kəndli və sənətkarlardan ibarət. 1645-ci ildə hərbi islahat haqqında qəbul olmuş qanuna əsasən ümumi rəhbərliyi və vahid maliyyə sistemi olan yeni tipli ordu yaradıldı. Neçənci ildə? 45-ci ildə. Könüllü prinsipi əsasında təşkil olunan orduda əskərlərin sayı qısa müddətdə 70 minə çatdı. Bu addımlar tezliklə öz bəhrəsini verdi. Neizbi döyüşündə parlamentin ordusu qalib gəldi. Demək, kim qalib gəldi? Parlament ordusu. Neçənci ildə? 1645 Neizbi döyüşündə. 1646-cı ilin yayında 1-ci Charles Şotlandiyaya qaçdı. Lakin Şotlandlar böyük məbləğdə pul olaraq onu parlamentə təslim elədilər. Parlament qalib gəldikdən sonra bəzi addımlar atdı. Müzakirə edilən məsələlərdən biri aqrar məsələ ilə bağlı idi. Müharibənin başlamasından sonra parlament ruhanilərin, kralın və kral tərəfdarlarının torpaqlarının müsadirə olunması haqqında qərarlar qəbul etdi. Müsadirə edilmiş torpaqlar böyük sahələrə satışa çıxarıldı. Bu torpaqları əsasən burjuaziya və ordunun zabitləri aldı. Kimlər aldı? Burjuaziya və ordunun zabitləri aldı. Kəndlərin torpağa görə zadəganların asılılığı saxlanıldı. Yəni kəndli almadı ki, yenə burjuaziya zadəgan aldı. Kəndlərdə bu dəfə zadəganların asılılığı saxlanıldı. Torpaq kəndli mülkiyyətinə çevrilmədi. Torpaq məsələsi bir tərəfli qaydada, yəni kimin xeyrinə həll olundu? Burjuaziyanın yeni zadəganın xeyrinə həll olundu. Çəpərləmələrə rəsmi şəkildə icazə verildi. Demək, 16-cı əsrdə olan çəpərləmələrə rəsmi şəkildə icazə verməyi parlament qalib gəldikdən sonra baş verən hadisələrdəndir. Parlamentin maliyyə siyasətdə xalqın mənafeyinə ziddi idi. Borcları qaytarmaq üçün parlament əhalidən alınan vergiləri artırsa da, xarici ölkələrə ticarət edən şirkətlərin hüquqlarına toxunmadı. Demək, maliyyə siyasəti xalqa ziddir. Niyə? Çünki parlament əhalidən borcu alıb axı, həmin əhalidən yox, ümumiyyətlə borcu alıb başqa dövlətlərdən və həmin borcları qaytarmaq üçün əhalinin üzərinə vergiləri artırır. Xarici ölkələrə ticarət edən şirkətlərin hüquqlarına da toxunmur. Çünki parlament həmin şirkətləri maliyyələşdirir. Yəni, baxın, xarici şirkətlər var ki, onlarla xarici ölkələrin içərisində şirkətlər var, onların hüquqlarına toxunmur. Çünki həmin şirkətlər parlamenti maliyyələşdirir. Ona görə onlara dəymir, xalqın üzərinə yüklənir. Kral parlamentin üstünlüyü ilə barışa bilmir. Buna görə də 1648-ci ildə Şotlandiyanın köməyi ilə parlamentə qarşı yeni müharibə başlayır. Demək, burada ikinci müharibədə müttəfiqi kimdir? Şotlandiya. Lakin bu müharibədə də məğlubiyyətlə nəticələnir. Xalqın tələbi ilə kral məhkəməyə verilir və 1649-cu ildə məhkəmənin qərarı ilə edam olunur. Kral hakimiyyəti və Lordlar Palatası ləğv olunur. Daha çox bu formada düşür sual ki, kral hakimiyyəti, Lordlar Palatası nə zaman ləğv olunur? Deməli, 1649-cu ildə. Lordlar Palatası sözünü yadda saxlayırıq. Kral hakimiyyətinin ləğv olunması ilə Stuartlar sülaləsinin birinci dövrü başa çatır. Bundan sonra İngiltərə Respublika elan olunur. Demək, 1649 artıq İngiltərədə nə dövrüdür? Respublika dövrüdür. Respublika dövründə İngiltərəni bir palatalı parlament idarə edir. Ali qanunverici hakimiyyət parlamentə, icra hakimiyyəti isə dövlət şurasına məxsusdur. Diqqət edək. Parlamentin səlahiyyətlərini biz mütləqiyyət dövründə də öyrənmişdik. Mütləqiyyət dövründə dedik ki, parlament səlahiyyətlərinə həm icra edici, həm qanunverici hakimiyyətə aiddir. Amma indi ali qanunverici hakimiyyət Respublikada axı, Respublikada ali qanunverici hakimiyyət parlamentə, icra hakimiyyəti dövlət şurasına məxsusdur. Çünki səlahiyyətlər bölüşdürülür. Hər iki qurumda burjuaziya və yeni zadəganlar üstünlük təşkil edirdi. Respublikanın daxili və xarici siyasəti bu təbəqələrin maraqlarına xidmət edirdi. Hökumətin həyata keçirdiyi iqtisadi tədbirlər nəticəsində burjuaziyanın və yeni zadəganların iqtisadi imkanları artdı. Ölkəyə yun və ipək parçalarının gətirilməsi qadağan edildi. Demək, bu dövrdə imkanları artır, ölkəyə yun və ipək parçalarının gətirilməsi qadağan olunur. İngiltərəyə və onun müstəmləkələrinə məhsullar İngiltərə gəmilərində gətirilməli idi. Bu qanun Hollandiyaya qarşı yönəlmişdi. Ancaq demək, bu məhsullar hardan gətirilməlidir? İngiltərə gəmilərində gətirilməlidir. Bu da Hollandiyaya qarşı yönəlib, İngiltərə Hollandiyadan geri qalırdı və xarici ticarətdə onun gəmilərindən geniş istifadə edirdi. İngiltərə hökuməti ticarət müstəmləkə rəqabətində qalib gəlmək üçün güclü donanma yaratmağa başladı.
İngiltərə Respublikasının iqtisadi nailiyyətləri onun beynəlxalq nüfuzunun artmasına kömək etdi. Belə ki, İspaniya və Fransa onun müstəqilliyini tanımış, Hollandiya və Portuqaliya ilə aparılan müharibədə qalib gəlmiş və onlara üstünlüyünü qəbul etdirmişdi. Demək, iqtisadi nailiyyəti beynəlxalq nüfuzunu da artırıbdı. İspaniya, Fransa onun müstəqilliyini tanıyıbsa, demək, kim tanıyıb müstəqilliyini? İspaniya və Fransa müstəqilliyini tanıyıb, Hollandiya, Portuqaliya ilə aparılan müharibədə qalib gəlmiş, onlara üstünlüyünü qəbul etdirmişdi Hollandiya və Portuqaliyaya. Cromwell başda olmaqla İngiltərə ordusu İrlandiyada hərbi əməliyyatlar apardı. Kral tərəfdarları əhalisi katolik olan İrlandiyanın imkanlarından istifadə edirdilər. Demək, İrlandiyanın əhalisi katolikdir, kral tərəfdarları onun imkanından istifadə edir. İngiltərənin məqsədi İrlandiyanı işğal etmək və orada kapitalizmin inkişafına şərait yaratmaq idi. İrlandiyanın işğalı burjuaziyanın və yeni zadəganların daha da varlanmasına imkan yaratdı. İngiltərə ordusu tədricən inqilabi ordudan işğalçı orduya çevrildi. İngiltərə ordusu İrlandiya ilə eyni vaxtda Şotlandiyanı da tabe elədi. 17-ci əsrin 50-ci illərində İngiltərə əhalisi respublikaya olan inamını tamamilə itirmişdi. Respublikanın siyasəti xalqın mənafeyinə ziddidir. Ticarətin zəifləməsi, sənayedəki durğunluq, işsizlərin sayının artmasına səbəb olmuş, kənd təsərrüfatı məhsullarının istehsalı azalmış, ərzaq məhsullarının qiyməti artmışdı. Ordunun saxlanması üçün xərclər çoxalmışdı. 1653-cü ildə ordunun rəhbərliyi ilə parlament arasında ziddiyyətlər kəskinləşdi. Uzunmüddətli parlament ölkədə tam hakimiyyət iddia elədiyinə görə seçkiləri qeyri-müəyyən müddətə təxirə salmışdı. Ordunun rəhbərliyi isə silahlı qüvvələri möhkəmləndirməklə hakimiyyəti qorumaq niyyətində idi. Diqqət edək İngiltərənin xəritəsinə, gördüyümüz kimi London, İngiltərə. Gördüyümüz bu şimal ərazisi bura Şotlandiya, bu sarı ərazi İrlandiyadır. Yuxarı olan hissə isə Şimali İrlandiyadır. Balaca göy yerdə Wales'dir. İngiltərənin aşağısında Fransa, ortada olan ərazi La-Manş boğazı deyirdik. Fransanın yanı Almanya, Almaniyanın yanı Polşa, yuxarı hissə Danimarka, gördüyümüz kimi. Burada biraz xəttlər düşməyib deyə. Fransa, Almanya. Bura Almaniyadır. Prusiya da Almaniyanın tərkib hissəsidir. Bundan sağda Polşadır. Danimarkanın üstü Norveç. Ölkədə ali hakimiyyət parlamentə məxsus olduğundan əhali onu baş verən hadisələrin əsas günahkarı sayılır. Cromwell vəziyyətdən istifadə edərək uzunmüddətli parlamenti ləğv elədi. Cromwell və onun tərəfdarları hərbi diktaturanın yeganə etibarlı hakimiyyət forması hesab edirdi. 1653-cü ildə o, Lord Protektor elan edildi. Yəni, Lord Protektor müdafiəçi, hami deməkdir. Ölkədə diktatura rejimi quruldu. Real hakimiyyət hərbi diktator Cromwell-ə məxsus idi. O, ölkəni generalların köməyi ilə idarə edirdi. Diktator rejimi hər cür narazılıqların qarşısını amansızlıqla alırdı. Ölkədə siyasi vəziyyət gərgin idi. Kəndlilər protektorun aqrar qanunvericiliyindən narazı idi. Onlar vergilərin tənzimlənməsini və çəpərləmələrin qadağan olunmasını tələb edirdilər. Demək, kəndli nə istəyir? Vergilərin ləğvi və çəpərləmələrin qadağan olunması. Əhali diktatura rejiminə qarşı mübarizə aparırdı. İngiltərədə yaranmış vəziyyət hökuməti narahat edirdi. Protektorat ölkədə sosial və siyasi sabitliyi təmin edə bilmədi. Hakim dairələrin bir qismi monarxiyanın bərpasını vəziyyətdən ən yaxşı çıxış yolu hesab edirdi. 1660-cı ildə parlament fəaliyyətə başladı və parlament fəaliyyətə başlayan kimi özünün iç qərarı ilə 2-ci Charles Stuartı İngiltərə taxtına dəvət etdi. Bununla da Stuartlar sülaləsi bərpa olundu. 2-ci Charles bəyannamə ilə çıxış edərək bildirdi ki, inqilab iştirakçılarına bəraət veriləcək. Etiqad azadlığı, inqilab dövründə ələ keçirilmiş torpaqlar toxunulmazlığı təmin ediləcəkdir. Lakin kral verdiyi vədlərə əməl etmədi. 1685-ci ildə 2-ci Charles öldü, onun yerinə 2-ci James Stuart kral oldu. O ölkədə katolik müttəqiyyət rejimi yaratmaq istəyirdi. Lakin İngiltərədə daha müttəqiyyətin və katolikliyin sosial bazası yox idi. Burjuaziyanın və yeni zadəganların mövqelərinin möhkəmlənməsi parlamentin siyasi müstəqilliyin artmasını təmin elədi. Burjuaziya möhkəmləndi, parlamentin siyasi müstəqilliyi artdı. Kralın
Parlament kralın mütləqiyyəti bərpa etmək cəhdləri ilə barışmaq fikrində deyildi. Katoliklik həm ingilislərə yad idi, həm də İngiltərənin əsas rəqibləri olan İspaniya, Fransada hakim idi. Torpaq sahibləri ehtiyat edirdilər ki, katolikliyin bərpası nəticəsində kilsə onların torpaqlarını geri istəyəcək. Əhalini isə dini təqiblərin bərpası ehtimalı narahat edirdi. İkinci Jamesin katolikləri Anglikan kilsəsində yüksək vəzifələrə təyin etməsi yepiskopların bir qisminin müxalifətin tərəfinə keçməsinə səbəb oldu. Bu addımı onu təcrid olunmuş vəziyyətə saldı. Katoliklik həm ingilislərə yad idi, həm də İngiltərənin əsas rəqibləri olan İspaniya, Fransada hakim idi. Torpaq sahibləri ehtiyat edirdilər ki, katolikliyin bərpası nəticəsində kilsə və onların torpaqlarını geri istəyəcək. Deməli, artıq burada torpaqlar əldən çıxacaq, kilsə də onların torpaqlarını geri istəyəcək. Əhalini isə dini təqiblərin bərpası ehtimalı narahat edirdi. İkinci Jamesin katolikləri Anglikan kilsəsində yüksək vəzifələri təyin etməsi yepiskopların bir qisminin müxalifətin tərəfinə keçməsinə səbəb oldu. Bu addımı onu təcrid olunmuş vəziyyətə salmış oldu. Yepiskop da kimdir? Pravoslav, katolik, Anglikan kilsələrində ali dini, rütbəli, ruhanidir. Əsas siyasi qüvvələr dövlət çevrilişi həyata keçirmək qərarına gəldi. Onlar yeni vətəndaş müharibəsinin qarşısını almaq üçün Hollandiyalı Oranlı Vilhelmdən ordu ilə Londona gəlib hökuməti dəyişməyi və protestantlığı qorumağı xahiş elədi. İkinci Jamesin kürəkəni olan Oranlı Vilhelm protestant və Fransanın düşməni idi. O parlamentin sərbəst fəaliyyətini təmin etməyi vəd eləmişdi. Deməli, Oranlı Vilhelm həm Fransanın düşməni idi, həm də parlamentin sərbəst fəaliyyətini təmin etməyi vəd eləmişdi. Hakimiyyət dəyişikliyin dinc yolla həyata keçməsi İngiltərə tarixində şanlı inqilab adlanır. 1689-cu ildə İngiltərə parlamenti hüquqlar haqqında Bill adlı qanun qəbul etdi. Qanuna əsasən İngiltərə parlamenti monarxiya çevrildi. Kral qanunlara veto qoymaq hüququnu itirdi və ölkəni parlamentlə birlikdə idarə etməli oldu. Bununla da İngiltərədə parlamentin monarxiya idarə etmə forması bərqərar oldu. Demək, diqqət edirik, İngiltərədə Respublika 1649-da yaradılıbdır, amma İngiltərədə parlamentli monarxiya 1689-cu ildən götürürük. Bil sözünün mənası Anglo-Saks hüquq sistemini qəbul edilmiş ölkələrdə hökumətin və ya parlament üzvünün təklif etdiyi qanun layihəsidir. 1707-ci ildə İngiltərə və Şotlandiya parlamentləri Birləşmiş Krallıq yaratmaq barədə qərar qəbul elədi. Bunun sonra dövlət Böyük Britaniya adlanmağa başlandı. Qeyd elədinizsə, bayaq Şotlandiyanın ərazisini göstərdim. Demək, onlar Birləşmiş İttifaq adlı qərar qəbul edirlər. Birləşmiş Krallıq yaratmaq barədə qərar qəbul edirlər və bundan sonra birləşirlər, Böyük Britaniya adlandırılır. Baxın, artıq 1707-yə qədər biz Böyük Britaniya deyəcək, yanlışdır. Çünki 1707-yə qədər Böyük Britaniya yoxdur. İnqilab nəticəsində İngiltərədə mütləqiyyət zəiflədi, Stuartların hakimiyyəti müvəqqəti oldu və ölkədə baş vermiş dəyişikliklərin hamısı ləğv edə bilmədi. 1688-ci ildə hakim dairələr tərəfindən çevrilişin asanlıqla həyata keçirilməsi ölkədə mütləqiyyətin zəifləməsi ilə bilavasitə bağlı idi. İnqilab nəticəsində ölkədə kapitalizmin inkişafı sürətləndi. İnqilab və 1688-ci il çevrilişi nəticəsində burjuaziya və yeni zadəganlar siyasi hakimiyyəti ələ keçirməsi, aqrar çevrilişin baş verməsi, dövlətin iqtisadi və vergi siyasəti, müstəmləkə işğalları, ticarətə, sənayeyə dövlətin himayədarlığı ölkədə kapitalizmin inkişafının sürətlənməsinə səbəb oldu. Aqrar çevriliş kənd təsərrüfatına muzlu əməkdən istifadə olunmasına bağlı kapitalist münasibətlərinə keçiddir. Aqrar çevriliş nəticəsində iri torpaq sahibliyi genişlənir, möhkəmlənirdi. Landlordlar öz torpaqlarını böyük sahələrlə icarəyə verirdilər. Torpağı icarə edən isə yeni zadəganlar və burjuaziya nümayəndələri idi. Onlar öz təsərrüfatlarına muzlu əməkdən, yeni texnikadan istifadə edir, əkinçi üsullarından istifadə edirdilər. Landlordlar kimdir? Kapitalist münasibətlərinin inkişafından sonra formalaşan iri torpaq mülkiyyətçiləridir. İngiltərədə həm inqilab, həm də ilkin kapital yığımı nəticəsində sənayenin inkişafı üçün əlverişli şərait yaranmışdı. Sənaye məhsulları istehsal edən manufakturaların sayı artdı. Kapitalist münasibətlərinin inkişafı ölkədə daxili bazarın formalaşmasına kömək edirdi. Yeni yolların çəkilməsi, çaylardan istifadənin genişlənməsi ticarətin inkişafı üçün imkan yaradırdı. Manufakturaların təşkilində ticarət kapitalı əsas rol oynayırdı. Manufaktura əl əməyinə, əmək bölgüsünə əsaslanan iri kapitalist müəssisəsidir. Gördüyümüz kimi bu da manufakturadır.
Və burada deyir ki, ticarət kapitalı mühüm rol oynayır. Xarici ticarət ölkəyə böyük mənfəət gətirirdi. İxrac coğrafiyası dəyişilmişdi. İngiltərədən Avropaya, Avropa ölkələrinə ixrac olunan məhsulun miqdarı azalmış, müstəmləkələrə göndərilən məhsulun, yəni İngiltərənin zəbt etdiyi ərazilərə göndərilən məhsulun miqdarı artmışdı. Qul ticarətindən İngiltərənin gəliri xüsusilə böyük idi. Xarici ticarətdən, qul alverindən, müstəmləkələrdən əldə edilən vəsait sənayeyə sərf edilirdi. Dövlət sahibkarlara böyük məbləğdə kredit verirdi.